İndi ki ağlım olsaydı mən boşanmazdım. Mən uşaqlarıma ata ilə ana ola bilmirəm. Mən çətindir. Kim nə deyirsə mən uşağıma həm atayam, həm anayam, boş söhbətdir. Və başqa adam gəlib sənin uşaqlarına ata olmayacaq. Elə oğlanlar da olur. Ata olurlar o birisi uşaqlarca. Amma yenə də nəysə o şey qalır da orada. Pis yaxşı öz atası daha yaxşıdır. Kim məni öldürürsün də. Deyirlər ki, bəs döyən oğlan, bəs döyən kişi. Mən döymək barəsində demirəm. Mən sırf xəyanət barəsində danışıram. Mənim elə bir tanışım var ki, qız rəfiqəm. Onun yoldaşı dəhşət xəyanətkardır. Amma elə eləyir ki, qız görür ki, o necə atadır. Deyir yəni o atalığına görə mən keçə bilmirəm. Sizin bu fikrinizi kimsə də bu cür dəyərləndirə bilər ki, sizin səsləndirdiyiniz bu fikir bir qadın üçün təhqir və zillətdir. Yox. Niyə? Bunu qəbullanmaq bu bir zillətdir. Nəyi qəbullanmaq kimi xəyanətlə? Yəni bu xəyanəti qəbullanmağa başlamaq, çünki qadın eyni şeyi eləsə, kişi onu qəbul etməz. Mənim ətrafımda elə bir qadın yoxdur. Xəyanət edən qadın olmayıb, görməmişəm. Öz ailəsi ola, məsələn, şey ola, mən görməmişəm. Oğlanlar normaldır, bizdə bu normaldır. Bunu danmaq biraz absurd olardı da. Yəni mən demək istəyirəm ki, əks arqument olaraq bu gətirilsə ki, kişi bunu qəbul etməz, qadın niyə bundan barışmalıdır? Mən demirəm ki, barışsın. Otur qabağında 30 dur danış. Əgər bu sevirsə, mənim üçün daxili o sevmək o xəyanətdir. Amma ötəri ehtirasa görə öz ailəvi niyə dağıdasan? Oturub sən deyir ki, Krenüs saxlayamadım da özümü. Bir şey oldu da, ya hər şey eləyəcəm də. Bundan sonra konkret hər şeyə stop qoyuram. Hər şeyə mənim üçün bu həyatda ancaq sən olacaqsan. Vəsə. Oje birinci şansı ver, ikinci şans da oldusa, ondan sonra çıx getdi. Mənim ətrafımda olan qızlar da olmayıb. Elə də qəşəng yaşayırlar. O Cem Yılmazın çox gözəl sözü var. Yalanla bağlı deyir, çox maraqlı bir paradoks var. Deyir, əgər sən yalanı danışa bilmisənsə, deməli sənin yalanını tutmayıblar. Danışa bilməmisənsə, tutublarsa deməli danışa bilməmisən. Sağ ol. Siz deyirsiniz yoxdur. Deməli tuta bilməyiblər ki, yoxdur. Bu cürdə dəyərləndirilə bilər. Hər bir insan bir şansı var. Demirəm şiddətdir, nə bilim başqa belə pis şeylərdir. Sonda qətllə nəticələnir bəzən. Hə, okey, onları şeylə. Olub da məsələn, gəlib dostlarınla piyandı, başı gedib, nəsə şey olub, bir də nəsə, amma risk olub nəsə görmüşlər qıraqdan. Onu da mən demək istəyirəm də səni. Yəni ayılıb ki, ayda mən nə etmişəm, tutalım da. Olur da elə bir şeylər. O filmdə deyir, Rus filmdə, это не я была, он сам пришел. Amma sən yazışma tapdın, nə bilim burada sevgi, aşk, hər gün nə bilim gəzmələr, hədiyyələr. Orada bir sən edirsən, konkret suda verirsən, hələ təzminat alırsan, nəyi də var əlindən alırsan, uşaqları var, qutarıb getdi. Hə, elə sadəcə deyirəm ki, tələsmə ailəvi dağıtma. Yəni ailədən gözəl şey yoxdur. Yəni əsəblə hərəkət eləmə də, ağılla səbrlə əsəbin soysun, sonra bir məntiqlə hərəkət ardıcıllığın özün üçün bəlirlə, onları yerinə yetir, sonra qərar ver.